Bismillahirrahmanirrahim. Biz indi diqqət edirik Əraf surəsinin 27-ci ayəsinə. Ya bəni Ədəm, ey insan övladları, Adəm övladları. La yeftinənnəkumus şeytanu kəmə əxrəcə əbəvəykum minəl cənnə. Şeytan sizi aldatmasın. Necə ki, sizin atanızı və ananızı cənnətdən aldadıb çıxartdı, yəni fitnəyə salmasın. Burada diqqət edin, demir, bəzi xristian mənbələrində gəlib ki, şeytan Həvvanı aldatdı və Həvva da Adəmi aldatdı. Quran adətən təkid edir ki, ikisi də aldandılar. Bunların aldanmalarının əsas səbəbi isə bəzi hədislərdə gəlib işarə olunub, şeytanın münafiqliyi idi. Şeytan mömin, dindar roluna girdi, artistlik elədi. Gəldi yalandan Allaha and içdi. Və bu Allaha and içməsi onun Həzrəti Adəmi və Həvvanı aldatdı. Bunlar elə bildilər ki, Allahın məxluqu bu cür gözəl simada, görkəmdə, bu yalandan Allaha and içə bilməz. Yənzi'u anhuma libasahuma liyuriyahuma sav'atihima. Bunların libaslarını çıxartdı. Bunları beşdən çıxartdı. Libaslarını onların bədənlərindən çıxartdı və onların ayıb yerləri, bu iki nəfərin ayıb yerləri göründü. Gizli yerləri, o yerlər ki, görünməməli idi, göründü. İndi buna diqqət edin. İnnehu yarakum huve ve qabiluhu min haysu la tarawnahum. Şeytan, doğrudan da şeytan və onun qəbiləsi, ordusu, dəstəsi, təşkilatı çox gizli şəkildə işləyir. Elə sizi izləyir ki, siz onu görmürsünüz. Amma o sizi çox diqqətlə izləyir və görür. Baxın, şeytan 2 dəfə insan övladının bu cür deyil, libasını çıxartdı. Bu tarix kitablarında gəlib insanların ki, əvvəllər çılpaq olublar, sonra müxtəlif formasiyalarda, müxtəlif quruluş, icma quruluşları dövrlərində müxtəlif libaslarla olublar. Bunu qoyun qırağa. Bu bəzi alimlərin təxəyyülüdür, isbat olunmayıb. İnsan 2 dəfə soyundu. Birinci dəfə cənnətdə olarkən Adəm və Həvva, bu səbəb oldu ki, onlar behiştdən qovuldular. Onları necə aldatdı şeytan? Şeytan gəldi, Allaha and içdi və bir ağac onlara göstərdi və dedi ki, əgər bu ağacın meyvəsindən siz yesəniz, elm və əbədi həyat ələ gətirəcəksiniz. Elm bəzi yerlərdə gəlib, bəzi yerlərdə əbədi həyat mümkündür hər ikisi olsun. Və bunlar da inandılar. İndi gəlib modern dövrdə, bizim yaşadığımız dövrdə inkişaf, elm və mədəniyyət adı ilə təzədən insanları soyundurur. Quran deyir ki, aldanmayın, bir dəfə sizinlə bu oyunu vurub bu şeytan. Bir dəfə sizi soyundurub. Gəlin, yenə bu işi görməyin. Yəni, libaslarınızı təzədən çıxarmayın. Get-gedə paltarlar qısalır və daralır və adını qoyurlar, biz inkişaf edirik. Biz yüksək mədəniyyətə sahib olmaq istəyirik. Deyir, şeytan bir dəfə bizi aldadıb. Və deyə bilərsiniz, şeytan harada mənə deyir, mənim ağlım bunu mənə deyir. Görürsünüz, hər yer inkişaf edir, mən də inkişaf etmək istəyirəm. Şeytan, yox, xeyr, belə deyil. Quran-ı Kərim deyir ki, şeytan təşkilat halında işləyir, huvə və qəbiluhu, qəbilə. Bax, diqqət edin, ayəyə bu cür baxın. Yəni, qəbiluhu, yəni nə? Şeytan doğrudan da belə edir. İclas qurur iblis, işçilərini çağırır, müşavirləri var, deyir, filan kəsi necə yoldan çıxarar, filan qəbiləni, filan milləti necə bədbəxt edək. İndi elə bir vəziyyət olub ki, Azərbaycanlılar, biz bəziləri, hətta Avropalılardan çox belə skeptik olublar dinə. Çox bədbəxt olublar. İndi Avropada elə bir vəziyyətdədir ki, haqqı deyəndə tez qəbul edir. Amma bizimkilər o bəziləri, o görməmiş insanlar kimi, ey vay bunlar inkişaf etdi, mən də tez soyunum, dini qoyum qırağa, biraz da uluyum, tez inkişaf edeyim. Bax, belə bir vəziyyətə düşmüşük. Deyir, bu şeytanın təşkilatının işidir. Huvə və qəbiluhu min haysu la taravnahum. Sizin görmədiyiniz yerdən, siz onları görmürsünüz, amma onlar sizi görürlər. Allah deyir ki, İnnə cəalnə şeyatinə əvliyə lillədinə lə yu'minun. Biz şeytanı doğrudan da iman gətirməyənlər üçün vəli, övliya, başçı, rəhbər qərar verdik. Qəbul etməyəcəksən Allahı, imanında tərdid edəcəksən, fitnələrə düşəcəksən və şeytan sənə rəhbər olacaq, hakim olacaq.
Və bəzi yerlərdə gəlib və bəzi ayələrdə gəlib ki, la ta'buduna şeytan, la ta'buduna şeytan ki, siz şeytana ibadət etməyəsiniz. Məlum olur ki, insan şeytana ibadət edir. Hədislərdə bu işarə olunur. Əgər biz ona qısa göstərək, iki cür şeytana ibadət var. Bir, birbaşa ibadət, buna deyirlər şeytanpərəstlik. Şeytanpərəstlik də 3 mərhələyə bölünür. Klassik, qədim, orta əsrlər şeytanpərəstliyi və modern, müasir şeytanpərəstlik, satanizm, müasir satanizm, vaxt ola bilsin ayrıca söhbət edək. Bir də şeytanın tövsiyələrinə, nəsihətlərinə, sözlərinə, nəsihət deməyək də, hiylələrinə inanmaqla, onu qəbul etməklə. Bu da bir növ şeytanpərəstlikdir. Burada da həmin ayədə, əgər biz diqqət eləsək siyaqına və mənasına və məfhumuna, bu ələ gəlir. Bəli, insanı aldadır, onun ordusu, təşkilatı iclas qururlar, qərar alırlar ki, insanları aldadaq, Azərbaycanlını aldadaq. Yeni ildə sən, məsələn, fişəng atmalısan, soyunmalısan, spirtli içki içməlisən. Niyə bunu edirsən? Mən göstərmək istəyirəm ki, mən inkişaf etmişəm. Deyir, şeytan bunun rəhbəridir. Bu qanmır ki, bu oturub oxumalıdır, qüdrət ələ gətirməlidir, elm ələ gətirməlidir, izzət sahibi olmalıdır. Bu soyunmaqla istəyir inkişaf eləsin. Bu bədbəxtdir. Birinci dəfə aldatdı, behiştdən çıxartdı. İkinci dəfə əgər yenə insan övladı, yəni deyir, ya bəni Adəm, ey Adəm övladları, diqqət edin, bundan bizə kod verir. İkinci dəfə aldansanız, daha behiştdən yox, bu dünya aləmindən cəhənnəmə gedəcəksiniz. Və hədislərdə də var ki, axır zaman insanlar haqqında gəlib ki, geyimləri buzur olacaq və sair və ən şiddətli əzablardan və cəhənnəm əzab sahiblərindən olacaqlar və cəhənnəmə atılacaqlar. Niyə? Çünki bunlar Allahın sözünü qoydular, şeytanın hiyləsinə uydular. Gözəl-gözəl sözlərlə şeytan onu aldatdı. Necə bunların ulu babasını aldatmışdı ki, inkişaf, elm, əbədi həyat, yenə də həmin sözlərlə sadəcə ayrı bir formada, gizli şəkildə gəlib bunlara təlqin edir. Vəssalamu aleykum və rəhmətullah.